həyatında qəddarlıq olmayan insanlar zəif insanlardır və zəif böyüyürlər və zəif formalaşırlar və zəif insanda həyatda sağ qala bilmir və yaxud həyatda yaxşı həyat yaşaya bilmir. Ona görə əgər seçim qarşısına qalırsansa ki, mən komfortda olum, ağrı hiss eləməyim, amma zəif bir insan kimi formalaşım və gələcəkdə katastrofik nəticələrlə əldə edəsin, yoxsa mən hər gün az-az ağrı hiss edeyim ki, güclü olum. Məsələn, mən bir 11 yaşında oğlum var, onunla bir tərbiyə metodu olaraq belə bir şey işlədirəm ki, hər gün 40 dənə acıman edir, rejim edir və 40 dənə acım üçün 10 manat pul alır məndən. Və maraqlı bir şey var idi ki, başlayanda 5 başlamışdı, sonra 10, 20, 30, 40 belə artıra gedir. Bir gün 30-dan birdən-birə 40 elədi. Sabahsı gün bədəni ağrıyır axı, çünki sən dozunu artırmısan, bədən çox ağrıyır. Bədəni ağrıya, qışqıra, çapalaya 30 elədi. Mən də yazdım ki, mən səndən qürur duyuram. O da dedi ki, niyə ata, bəs o dünənə 40 eləmişdim, bugün 30 eləmişəm. Mən deməli uğursuzam. Dedim, yox, elə deyil. Sən o ağrıya baxmayaraq, qışqıra onu edirsən, istənilən adam sənin yerində artıq təslim olmuşdur. Yəni, disiplin burada önəmlidir ki, sən ağrıya o qədər öyrəşirsən ki və ağrını normallaşdırırsan öz beynində ki, sən o vəziyyətlərə düşəndə ki, artıq getmir, amma yenə də sənin içində bir güc onu deyir ki, eləməlisən. Bu disiplin budur, vərdiş. Yəni, ağrı hiss eləmək vərdişə çevrilməlidir və normaya çevrilməlidir. Komfort zonada anormal olmaq.